məsələlərin izahını verəcəm. Belə bir məsələ kitabımız var. Burada yazılıb ki, ölkə əhalisi 8 milyon nəfərdir və sahəsi isə 160 min kvadrat kilometr olarsa, əhalinin orta sıxlığını tapın. Burada deməli hansı düsturdan, orta sıxlıq düsturundan istifadə edirik. Əhalinin sayını ərazinin sahəsinə bölürük. Əhalinin sayını verib 8 milyon nəfər, sahəsini isə verib 160 min kvadrat kilometr vermişdir və buradan da tapırıq deməli orta sıxlıq düsturunu. İkinci məsələmizə baxırıq. Ölkədə orta sıxlığı verib 12 nəfər. Əhalinin sayını isə deməli 24 milyon nəfər verib. 24 milyon nəfər də surətdədir. Ərazini tapın deyir. Çarpaz vururuq və 12 x bərabərdir 24 milyon. X də bərabərdir 2 milyon. Üçüncü məsələ də oxşar məsələdir. Orta sıxlığı verib, bu dəfə isə ərazini verib. Bu dəfə isə verib ki, ölkədə orta sıxlıq 80 nəfər bölünsün kvadrat kilometrdir. Ərazinin sahəsi isə 640 kvadrat kilometr olarsa, əhalinin sayını tapın. 80-i verib və bərabər edirik. Ərazinin sahəsini verib 640, əhalini soruşur. Əhalini bilmirik. Və yenə də çarpaz vururuq. X bərabərdir 640 vurulsun 80. X də bərabərdir 51.200. Keçək digər əhali məsələlərinə. Əhali məsələsində deyir ki, 4-cü məsələ, əhalinin sayı 8540 nəfərdir. Deməli, orta illik artım 76,86 min nəfər olarsa, 1000 nəfərə düşən təbii artımı hesablayın deyir. Məsələni belə hesablayırıq. Əhalinin ümumi sayı, 4-cü məsələ, əhalinin ümumi sayı 8540 min nəfərdir və orta illik artımı isə 8540 min nəfər, orta illik artımı 76,86 min nəfər olub. Hər 1000 nəfərə nə qədər düşdüyünü bilmirik və çarpaz vururuq. X də bərabərdir 76,86 min nəfər vurulsun 1000-ə bölünsün deməli 8540 minə. Minlər getdi və alırıq ki, alırıq 9 nəfər. Hər 1000 nəfərə düşən göstərici isə 9 nəfərdir. Baxırıq 5-ci məsələyə. 5-ci məsələdə deyir ki, əhalisi 8 milyon nəfər olan ölkə əhalisinin hər 1000 nəfərə 12 nəfər artım olarsa, əhalinin orta illik artımını hesablayın. 8 milyon nəfərdir, bilmirik nə qədər artıq, amma bilirik ki, hər 1000 nəfərə 12 nəfər artmışdır. 5-ci məsələmiz 8 milyon nəfərdir, bilmirik nə qədər artıb, hər 1000 nəfərə artıb 12 nəfər. X də bərabərdir 8 vurulsun milyon vurulsun 12 bölünsün 1000 və bərabərdir 8 dəfə 2 16, 8 dəfə 1 8, 96 min. Cavabımız 96 min. Baxırıq 6-cı məsələyə. 6-cı məsələdə deyir ki, əhalinin sayı 11.200 min nəfərdir. Əhalinin ümumi sayı. Orta illik artım isə deməli 150,4 min nəfər olarsa, orta illik artım faizini hesablayın. Artım faizini hesablayanda ümumi əhalini 100% götürürük. 11.200 min nəfərdir. Götürürük 100%-dir və orta illik artımı isə 150,4 min nəfər olarsa, bunu isə bilmirik nə qədər artıb. Bizdən orta illik artım faizini hesabla deyir və x də bərabərdir 150,4 vurulsun çarpaz vuranda 100% və bölünsün 11.200 min. Və buradan isə x-i tapırıq. X-imiz eləyir 1,34%. Baxaq 7-ci məsələyə. Əhalinin sayı 15 milyon nəfərdir. Orta illik artım faizi isə 0,7% olarsa, əhalinin orta illik artımını hesablayın. Bu da eyni cür hesablanır. Deməli tapırıq. Əhalinin ümumi sayı verib 15 milyon.
Bunu 100% götürürük. Hər deməli orta illik artımın nə qədər olduğunu bilmirik, amma faiz göstəricisinin altından yazırıq ki, 0,7%. Çarpaz vururuq və deməli 15 milyon vururuq 0,7-yə, bölürük 100%-ə. X də bərabərdir. Tapırıq 105.000. Baxırıq 8-ci məsələyə. Əhalinin sayı verib 22.500 nəfər verib. Orta illik artım faizi isə 0,4% olarsa, əhalinin orta illik artımını tapın. Yenə eyni qaydada həll edirik. Bir ildə necə ki tapdıq bu qədər və onu isə 5 ildən sonra ölkə əhalisinin sayını yazaq bu məsələndə. Deməli 8-ci məsələdə deyir ki 22.500 nəfər əhali artıb 100% və orta illik artım faizi isə 0,4-dür. X də bərabərdir. Çarpaz vuranda bölürük 100%-ə, 22.500-ü vururuq 0,4-ə və bərabər eləyirik. Deməli, bərabər eləyirik 90.000-ə. Bir ildə 90.000 artıbsa əhali, 5 ildə nə qədər artıb? Deməli, 5-i vururuq 90.000-ə. Və cavab tapırıq ki, 5 ilə 9, 45.000. 45.000 tapırıq. Ümumi əhalimiz 22.500 nəfərdir. 22.500 nəfərdir. Onun üzərinə gəlirik 45.000-i. Və alırıq cavab. Deməli, Deməli 22.500 nəfərdir. 3 sıfırdır. Burada qeyd etməmişik bunu. 1000 nəfərdir. Onun üstünə də gəlirik 22.500 nəfər. Onun da üzərinə gəlirik 450.000 nəfəri. Və alırıq ki 22.950.000 nəfər. Və yəni 22,95 milyon nəfər alırıq. Ölkə əhalisinin ümumi əhali nə qədərdir? 22.500 nəfər. 5 ildə artdı, oldu 450.000 nəfər, 450.000 nəfər və 450.000 nəfərin üzərinə isə ümumi əhalinin sayını gəlirik ki, nə qədər artıb. Sonraki məsələyə baxırıq. Məsələ 9. 9-cu məsələdə deyir ki, ölkə əhalisinin sayı 63.000 deməli milyon nəfərdir. Təbii artım isə hər 1000 nəfərə 12 nəfərdir. Baxırıq 63 milyon nəfərdir və təbii artım isə illik təbii artımı bilmirik, amma 1000 nəfərə 12 nəfər artdığını bilirik. Buna əsasən də orta illik artımı hesablaya bilərik. 63 milyonu vururuq 12-yə, bölürük 1000-ə. Bu da bərabərdir. Alırıq 756.000. Bizdən soruşur ki, 6 il sonra ölkə əhalisinin sayını proqnozlaşdırın. 6 il. Orta illik təbii artım 1 il ərzində bu qədərdirsə, 750.000 nəfərdirsə, vururuq 6 ildə nə qədər olar? 6-ya vururuq və alırıq cavabımız. Deməli, 67.536.000 nəfər. Və buradan tapmalıyıq ki, 630.000 nəfərə faiz göstəricisini də soruşduğuna görə ümumi əhali 630 milyon nəfərdir. 630 yox, 63 milyon nəfərdir. O 100% götürürük. Həmin bu orta illik artımı isə 756 isə götürürük X. Neçə faiz artdığını orta illiyin onu hesablayırıq. Və X də bərabərdir 756 vurulsun 100% və bölünsün 63 milyon. Və alırıq ki, cavab 1,2% artıbdır.
Deməli, ölkə əhalisinin orta illik artımı faizlə göstərildiyi 1,2%-dir. 6 il sonra isə nə qədər olub əhali, onu göstərildir. Deməli, bunu vurduq, bu qədər oldu və ümumi əhalinin sayının üzərinə də deməli bu orta illik artımı gəlirik. Baxırıq 10-cu məsələyə. Deyir ki, ölkə əhalisi 1995-ci ildə olub 7,4, 2000-ci ildə isə 8 milyon nəfər olub. 5 ildə 2000-dən çıxırıq. Nə qədər artıb? Onu hesablayırıq əvvəlcə. 8 milyon olub. 7,4 milyon olub. 5 ildən sonra isə 8 milyon olubdur. 8 milyondan çıxırıq. 7,4 milyonu ki, baxaq görək 5 il ərzində nə qədər artıb? 0,6 milyon nəfər artıb. Və 5 ildə 0,6 milyon artıbsa, 1 ildə nə qədər artıb onda? X də bərabərdir. 6 milyon 600 min bölünsün 5. 1, 2, 0 min. 120 min artım olub. Ümumi əhalini götürürük. 7,4'ü 100%. Çünki bizdən nə soruşur? Orta illik artım faizini hesablayın deyir. Orta illik artım nə qədər olub? 1 il ərzində 120 min olmuşdur. 120 min olmuşdur. Faizi nə qədər olduğunu tapaq. Ve x de beraberdi. 120 min vurulsun çarpaz vuranda 100% bölünsün 7,4 ve alırıq cavab 1,62%.